Bu günləri çarəsiz anıya 1505 manat yığıldı. Allah həmişə başınızdan töksün, pul əlimdədir. Çıxardıb gətirib göstərirəm əzizlərim. İndi yaxından zəhmət olmasa çək. Bir Allah 200, 300, 400, 500, 600, 700, 800, 900, 1000. 1, 2, 3. Bax bu da 20 manatlardır, 200 manatdır. Görürsünüz uşaqlar. Bu da 5 manat. 1505 manat uşaqlar. 1505 manat. Ana buyur. Xeyirli işlərə xərclər. Deməli əzizlərim, bunun balası, qız balasının 16 yaşı var idi. 1 illik kollecin 600 manat pulunu verəcəkdi. Həm geyimi yox idi, həm də görürsünüz də vaqonda yaşayırdı. İsmailinin hansı kəndi? İsmailinin Mizan kəndi. Yəni bütün ərzağına kimi, hər şeyinə kimi qardaş 1505 manat yəni təhvil verdim. Rahat oldum şükür Allaha. İndi hara gedəcəm, harda qalacam bilmirəm inşallah. Ayağımız ara, başımız da ara. Təşəkkür elə xalqıma. Qeyrətli oğlanları var isə xalqıma da qurban olum, təşəkkür edirəm. Çox sağ olun. Allah ürəyinizə görə versin. Bizi Avropadan, Rusiyadan, Moskvadan, Azərbaycandan izləyənlər qarşınızda baş əyirəm. Var olun, əziyyətimə dəyər versin. Başınıza dönərəm, var olun.